Salam dostlar, yeni bir pesimiz ərsəyə gəldi. İnşallah birazdan Sumqayıt şəhərinə gedəcək. İşləməyi də belədir. Hardasa bir 9 dəqiqə, 10 dəqiqə olar bəlkə də işləyir. Amma 5 dəqiqəyə hazırda qıpqırmızı olur. Allah'ın köməkliyi ilə bunu da başa vurduq. İstəyən olarsa müraciət edə bilər. Profildə nömrəmiz var. Bu pesimizi də Qəbələ şəhərinə yola salacağıq inşallah. Sabah bu iki hissədən ibarətdir. Həm qarelka kimi istifadə edəcəklər. Müştərinin bildirdiyinə görə, yəni ki, deyir, yay mövsümündə mürəbbə hazırlamaq üçün, tutmaq üçün qarelka kimi istifadə edəcək, amma bütöv şəkildə cüzə sexinə qoyulacaq. Allah hər iki müştərimizin xeyrini versin.